Salam herkese, mən Nailkam. YouTube kanalına təzə qoşulmuşam və düşünürəm ki, bu videolarla sizə həm məlumat, həm də ki, effektini göstərmək istəyirəm. Deməli, Dyson almışam bugün. Düzün desəm, bunu çox xanımda görürəm və hamı, wow, idealni, nə bilim, saçı yandırmır, gözəl buruqlar eləmək olar və yaxud ən çox da yandırmamaq səbəbidir. Çünki mənim saçlarım bəzi səhv ustaların cübatından yanıb, keratindən. Ona görə bərpasını mən çox əziyyətlə çəkdim. Və fenerlə də gördüyünüz qədər saçım şişdi. Dünən yumuşam, amma saçım şişdi. Əslində bu Dyson'ı istifadə eləyəndə gərək həm saçın yaş olar ki, qurudub, necə buruq atmışsa, indi hal-hazırda çəkirəm. Dünənki yulmadı, amma bunlarla bu SPF kimidir. Zaşida saç üçün, uklatkadan. Bu isə həm yaxşı daramaq üçün, həm də ki, eynində ərdəcə saçı yaxşı saxlayır. Короче, bunlardan getmir söhbət. Deməli, belə bir Dyson almışam. Mən bunu alanda biraz, amma rəngi çox gözəl. Bu arada rəngini çox sevdim. Mən bunu alanda biraz tədirgin idim ki, buna bu boyda pul vermək lazımdır ya yox, amma düşünürəm ki, sizinlə bərabər bunu yoxlayaq və o zaman deyəcəm sizə yaxşıdır ya pisdir. Deməli, bu nasatkadan çıxır bir dənə belə bir daraq. Məncə bu müasir daraq. Bütün Dyson'larda var. Bir dənə çıxır belə. Məncə bu abyomdur. Kısaca mən çox abyom sevirəm. Bilməm, elə bilirəm ki, qızların abyomlu saçları daha kreativli durur saçda belə. Elegantlı durur. Bunu bilmirəm nədir. Bilən varsa kommentariyada yazsın, kömək olsun. Çünki ilk dəfə də alarım və inanın ki, bəzi şeyləri YouTube'a baxmışam ki, bu nətər işlənilir. Biz qızlar bir də belə idi. Yəni birində olmalıdır, məndə də olmalıdır söhbəti. Bizdə qutarmır. Yoldaşım deyir, sən deyir, istəklərin qutarmır. Bunu alıram, başqa şey çıxardırsan ki, bu moddadır. Короче, belə bir şey çıxır, amma mən düşünürəm ki, bu nəsə gözümə qaranlıq geliyor. Ona görə buna baxacağıq nədir. Bilən varsa xahiş edirəm kommentariyada yazın. Kimdə varsa daha doğrusu yazın. Və buradan çıxır 2 dənə belə bir şey. Kutu. Biri budur. Burada bir də burada çık eləyirdi qız. Bu çık nədir bilmirəm. Okey, çatdı. Deməli, burada 2 dənə xət var. Biri bura, biri bura. Amma bunu belə eləyirsən, buradır. Belə eləyirsən, bu izadır. Yəni, ancaq bu belə ola bilər, yəni məntiqi olaraq. Bir də bunun bamamı nəziyi. Bunun nəziyi. Bu da indi. Bu da indi. Bu getdi. Bir də müasir başlıq. Müasir bu şey başlığından. Короче, bu belə taxılır buna. Amma onu yox, deyən qırarım, yox. Yox. Ot. Taxılır belə. Neyse, abartmayaq. Görməmiş kimi özümüz aparmayaq. Belə. Və biri də var burada. Stokunu bilmedim. Bir de bu. Ben bunu bir YouTube'da baktım. Bu şeydi. Ne bu? Bu ukladka kim gösterdi kız? Belə tutur, elə bir düz ukladka eləyir. Короче. Buranı keçdik və belə bir film. Mənə bu. Aha. Burası. Neyse. Söz tutalım. Primerimizi sürttük. Primer kime de getirir? Zaşit hatta koruyucu. Hop.
Hop. Deməli, orada görülür. Burada qaynarmış. Bu böyle vibratör verir bu tarafta. Korotçu kızlar, şöyle diyeyim, düzləşdirməni çok yaxşı elədi ha. Öz aramızda. Tıkladım. Görün necə düz oldu saçım. 2 dəqiqəyə. Paranın layığını veriyorsun. Güzel. Buradan bakıyorsun. 10 saniye. Ay, ne oldu? Ama pis deyil. Allah'la danışmaq lazımdır. Pis deyil. Yani 2 dəqiqədə elədin çıxdın şəhərə. Ve saçların da çok güzel. İnan saçtan çok şanslıdır. Ben özüm kökü xanımam. Ve saçım bir yerden çıxanda vapşı çirkin göndürürüm. Ama saçım baxımı ayda fikir verin bu hissəyə bax. İnsan necə fərqlənir ve necə baxımlı olur şey cəhətdən. Çok beğendim. Şeyde, hele parlaklığı gündüz değil, akşamda ben ışık vurmuşam. Vapşı yani bence mükemmel olardı parlaklığı. Süper. Çok beğendim. Çok beğendim. Videonu olar 1-2 saat çekmişəm. Hələ də redaktor eləyirəm. Saçlarım belə bir vəziyyətə düşdü. Yəni bura nə lak vurmuşam, nə spesialni buruqları saxlayan spreylərdən. Xeyr, sadəcə deneyirdim sizinlə beraber ilk defa. Abzor çəkirdim Dyson. Ona görə yəni belədir. Amma mən düşünürəm ki, lakdan hər şey eləsəm daha gözəl görünərəm. Və bu arada fikrinizi bildirərsiniz Dyson haqqında. Və bol comment, bol like və takip edin ki, çünki gözəl videolar çəkmək niyyətindəyəm. Həm təmizliyi, həm yemək, həm beauty üz prosedurları, həm belə bir reklam abzorlar. Yəni ki, nə qədər dəstək olsunuz, o qədər həvəsli olaram. Tənqid edebilirsiniz ama tenkit etmək olmaz. Ola bilsin ilk dəfəyəm, bəzi sözləri yaxşı demirəm, çünki rus dilli olduğuma görə çalışdığım qədər öz dilimdə sizə ifadə etmək istəyirəm. Çətinlik çəkirəm, ona görə yavaş-yavaş öyrənəcəm. Bu qədər. Sizləri çox sevirəm. Yaxşı ki varsınız, yaxşı ki dinləndiniz, axıra qədər baxdınız. Bye bye.